Salam əziz izləyicilərim. Bugün mən çox faydaları saymaqla bitməyən sündürüyün hazırlanmasını sizinlə paylaşmaq istəyirəm. Mənim öz gördüyümə görə sündürük meşədə, qayalarda bitən bir bitkidir. Adətən ona görə onu yığmaq da çətin olur. Sündürük başda xərçəng olmaqla mədə-bağırsaq xəstəliklərində, qadın xəstəliklərində, sümük xəstəliklərində və digər xəstəliklərdə faydaları əvəz olmazdır. Məndə olan sündürük təzə yığılmış əmlik sündürüklərdir. Sündürük nə qədər əmlik olsa, bir o qədər yaxşıdır. Biraz böyüdükdən sonra acısı da çox olur. Onu isə çox adam yeyə bilmir. Həm də ki, əlbəttə, tərkibi, vitamini də o qədər əhəmiyyətli olmur. Videoda gördüyünüz kimi saplaq hissəsində müəyyən qabıqları götürürəm. Sonra isə 2-3 hissəyə bölürəm. Beləcə 3 hissəyə bölüb, əvvəlcə soyuq suda saxlayıram, sonra isə yaxşıca yuyub pörtlədirəm. Sündürükləri qazana yığdıqdan sonra suyu çox tökmürəm. Təxminən 3 kiloqram sündürüyə yarım litr su tökdüm. Pörtlədikdən sonra əvvəlcə süzürəm, sonra kənarda gözləyirəm soymağını. Soyduqdan sonra isə gördüyünüz kimi beləcə sıxıb kənara yığıram. Əziz izləyicilər, mənə dəstək üçün videolarımı bəyənib abunə olsanız çox sevinərəm. Bunun üçün əvvəlcədən sizə təşəkkür edirəm. Bu cür sıxdıqdan sonra sündürüyün bir qismini soyuducuda saxlayıram. Bir qismini isə bişirirəm. Əvvəlcə qaba ərinmiş kərə yağı tökürəm. Sonra isə 2 yumurtanın üzərinə biraz duz töküb çırpıram. Dağılmış yağın üzərinə sündürüyü tökürəm. Qeyd edim ki, bu yeməyi biz səhər-səhər ac qarına bişiririk. Sonra isə üzərinə zövqa görə duz tökürəm. Sonda isə yumurtanı üzərinə tökürəm.
Budur, artıq yeməyimiz hazırdır. Hazırlayın, sizə də şəfa olsun. Videomu bura qədər izləyən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Sağ olun, yeni videolarda görüşənədək.